Dostlar, gününüz xeyir olsun. Canınız da sağ olsun. Səhər Vladivostokdan zəng gəldi. Gördüm ki, Natiqdir. Natiq zəng elədi. 2 cümlə söz dedi. Dedi, gör bunu nə var, sən bir şeir kimi yaz düz qoş. Gördüm, dili güzar eləyir. Bax, mən də götürüb bax belə yazdım. Belə deyəndə təb gəlir, gələni yazırsan. Gəlməyəni yazmırsan ki, belə gəlir ilahə tərəfdən, belə də alınır. İndi bilmirəm nə alınıb, nə cərə alınıb. İndi oxuyanda, eşidəndə siz bilərsiniz nədir, nə deyil. Götürüb bax belə yazıram. A dostum, eşit, deyim, dərdimi bil. Ürəyimi sənə açıb gedirəm. Mənim arzularım budur, biləsiz. Quş kimi səmada uçub gedirəm. Ay həkim, qoymayla, mən ölüm burada. Məni tam sağlam gözləyirlər orada. Mənimlə istəsə lap gedər yar da. Buradan bir yolluq çıxıb gedirəm. Allah'tan xahişim, bax budur mənim. Ömrümü uzatsın malicən sənin. Alqıçı olaram, olmazdı dərdim. Bu şeirimi sizə yazıb gedirəm. Natiqəm, Orxana dedim belə yaz. Hiss edirəm özüm, vaxtım qalıb az. Hər yan çiçəklənib, artıq gəlib yaz. Daha buralardan köçüb gedirəm. Bax, belə alındı, belə yazıldı. İndi Natiqin xoşuna gələcək, gəlməyəcək, öz işidir. Məndən gələni yazmaqdır. Bugün çıxıram Moskvaya, sabah Allahın köməyi ilə Vladivostoka uçacağam. Oldu hamıya can sağlığı, uzun ömür. İnşallah bəzi dostlarla görüşərik. Belgoroddan da bugün vidalaşırıq. 10 gündür Belgoroddayım. Oldu, sağ olun, Belgorod. Əhlinə də, Belgorodda yaşayan uşaqlara da can sağlığı, uzun ömür, hamısının böyük hörməti var. Bəziləri çağırdı məni evlərinə qonaq. Canları sağ olsun. Qardaşım şükürə görə, yəqin ki, mən özüm də o vaxtlar burada olmuşam. Məni tanıyanlar çağırdı. İndi yəni gənə şükür məndən böyük olduğuna görə deyirəm, şükür həmişə onlarla burada olub. Ona görə deyirəm ki, bax belədir. Hamısına can sağlığı, uzun ömür. Sağ olun.